Nadir Qafarzadə oğluna toy edəcək. Gör nədir, deyir, and içmişəm, küçədə kimi gördüm, hamıya dəvətnamə verəcəm. Doğrudan elədir, Nadir. Toya gedirsən, toyda oynayırsan, nə bilim, əziyyət çəkirsən. Məsələn, mən Sumqayıtda o qədər toylarda olmuşam, nə 10 manat verib getmişəm, 10 manat verib taksiyə qayıtmışam, bir 100 manat toya da belə nəmər qoymuşam. İndi o adamları çağırsam gələcək, heç kim gəlməyəcək. Və nə deyib? Yayın ilk aylarında etməyi planlaşdırıb. Bu haqda da Pravda.az xəbər verib. Toya elə vaxta salacağam ki, heç biriniz işim var deməyəcəksiniz. Yalandan toyum var deməyə inanmayacağım. Bütün Respublikanı dəvət edəcəm. And içmişəm. Nadir deyir. Küçədə kimə salam verdimsə dəvətnamə verəcəm. Birinci toyda çağırsam da pul göndərib özü gəlməyənləri bu dəfə toya dəvət etməyəcəm. Məni konvert təəccübləndirməyəcək. Qonağın gəlişi təəccübləndirməlidir. Doğrudan da elədir də. Qonağın özü gəlməsi arası pul göndərməsi, nəmər göndərməsi. Bizi nə ilə təəccübləndirə biləcəksiniz? Hər şeyi görmüşük, dünyanı da gəzmişik. İkra da yemişik, pendir çörəkdə o bildirib. Və deyir, toya elə vaxt edəcəm ki, hamı toya gəlsin. Bir də küçədə deyir, kimə rast gəldim? Onlara dəvətnamə verəcəm. Nadir, belə etmə. Toyda insanlar hamısı bax belə üst-üstə olaraq yer olmaz əyləşməyə, yeməyi çatdıra bilməzsən.